Salam, hər vaxtınız xeyir əziz üçüncülər, videonu izləyən valideynlər və müəllimlər, hər birinizi xoş gördüm. Bugün sizlərə təqdim edəcəyim YouTube izahım 3-cü sinif 2-ci hissə üzrə ilk Azərbaycan dilindən ilk mövzu olan söz sonundakı samitinin yazılışı mövzusu ilə bağlı olacaq. Bundan öncəki izahlar, yəni 1-ci hissə üzrə izahlar sizə faydalı oldusa, bu videonu da bəyənməyi, dostlarınızla bölüşməyi və kanala abunə olmağı unutmayın. Zəng işarəsini də açın ki, video paylaşan kimi sizə bildiriş gəlsin. Gəlin başlayaq söz sonundakı samitinin yazılışı. Əslində çox da böyük bir qayda tələb eləmir uşaqlar bu mövzu. Sadəcə xırdalıqları izah edim, daha sonra tapşırıq və testlər üzərində daha yaxşı öyrənək. Baxın, söz sonunda k-yə əvəzlənməsi bizim dilimizdə, yəni Azərbaycan dilində tez-tez rast gəlinən fonetik dəyişimdir. Nə deməkdir bu? Qayda nədir burada? Bəzi sözlərə saitlə başlayan şəkilci artırıldıqda, sözün sonunda olan k səsi y səsinə çevrilir. Məsələn, gəlin misal gətirim. Məsələn, bura yazırıq, tutaq ki, ürək. Ürək sözü. Ürək. Baxın, ın şəkilcisi və yaxud istənilən saitlə başlayan bir şəkilcisini qoşsaq, məsəl üçün, I şəkilçisi, I üstü 4. Yəni, ürək, ürəyi. Gördünüzmü? K, Y əvəzlənməsi baş verdi. Nə hesabına? Saitlə başlayan şəkilci hesabına. Məsələn, elə çörək. Çörək. Çörəyin olacaq. Nəyin hesabına? Saitlə başlayan şəkilci hesabına. Yəni, buradan da bir nəticə çıxardırıq ki, k samiti saitlə başlayan şəkilci qoşulduqda y səsinə çevrilir. Bu dəyişmə yalnız söz sonundakı k üçün keçərlidir. Baxın uşaqlar, mən burada söz ortasında k, onu keçmişdik birinci hissədə. O tamam başqa bir qaydadır. Amma söz sonundakı k-dan söhbət gedirsə burada, yalnız sözün sonundakı k-dan danışmış olarıq. İndi ikinci qayda nədir? Samitlə başlayan şəkilci gəldikdə isə dəyişmə olmur. Baxın, məsələn, elə ürək sözünə dadə şəkilcisini qoşsaq, ürəkdə. Gördünüzmü? Samitlə başlayan şəkilci qoşuldu və ki olduğu kimi qaldı. Elə çörəkdə. Çörəkdə. Gördünüzmü? Söz sonundakı k olduğu kimi qaldı. Bunu da yadda saxlayın ki, sözün sonu k ilə bitir və saitli şəkilci gəlirsə, k-yə əvəzləməsi baş verir. Amma elə sözlərimiz də var ki, k y-yə keçmir. İndi o sözlərlə tapşırıqlarda rastlaşacağıq. Məsələn, bunlardan biri vərəq, türk, şəfək kimi sözlər k-yə əvəzlənməsi baş verir. Məsəl üçün, təbrik sözü. Biz necə təbrik sözünə i əlavə eləsək, təbriyi deyə bilmərik ki, elə bir söz bizim dilimizdə yoxdur. Ona görə də k hərfi burada k olaraq qalır. Yəni, y əvəzləməsi baş vermir. İndi baxaq tapşırıqlar və testlər üzərində daha möhkəm öyrənək, daha yaxşı öyrənək. Baxırıq birinci suala. Birinci sualda hansı sözün sonu k samiti ilə bitir? Ocaq, daha doğrusu otaq, ocaq, məntiq, yelləncək burada olacaq D variantı. Hansı cümlədə səhv yazılmış söz var? Səhv yazılmış söz deyirsə, uşaqlar, bu əvvəlki qaydalara yox, sırf söz sonundakı samitinin yazılışı ilə bağlı olacaq. Yəni, əvəzləmə baş verməlidir, amma verməyib. Səhv yazıblar onu. Baxaq ikinci tapşırığa. Hansı cümlədə səhv yazılmış söz var? Onun diləyi gerçək oldu. Dilək sözün özüdür, dilək. Sonu k ilə bitir, amma i şəkilçisi qoşulduğuna görə diləyi olur. Bu düzdür. Ləman əriki çox sevir. Əriki yox, uşaqlar. I şəkilçisi saitlə başlayan şəkilcidir. Ona görə əriyi çox sevir olmalıydı. Y olmalıydı orada. B variantı səhv yazılıb. Vaqifin ürəyi sevincdən çırpınırdı. Aysel əlcəyini geyinib qartopu oynamağa getdi. Bunlar da düzdür. Görürsünüz ki, saitlə başlayan şəkilci qoşulsa da k-yə əvəzləməsi baş verib. Amma B-də isə
əvəzləmə baş verməyib. Niyə? Səhv yazıblar çünki. 3-də deyir kəpənək sözünə hansı şəkilçini əlavə etsək, k-yə əvəzləməsi baş verər. Hansı şəkilçini qoşsaq, təbii ki də saitlə başlayan şəkilçi, bu da B variantında bizə verilib. Hansı sözə saitlə başlayan şəkilçi əlavə etsək, k-yə əvəzləməsi baş verməz. Təbii ki, baxın, təbriki mən özüm yazmışdım. Ördək ördəyin, çiçək çiçəyin, bilik biliyin, amma təbrik təbriyin olmadığına görə cavab olacaq C variantı. Hansı variantda uyğunluq pozulmuşdur? Çörək çörəkin, çörəyin. Düzdür. Burada daha doğrusu çörəkin. Burada pozulmayıb. Çörək çörəyə, ürək ürəyi, iştirak iştiraya olmur ki, uşaqlar. İştiraka olduğu kimi qalır. Pozulmuş olanı istəyirsə, deməli olacaq D variantı. İştiraya sözü bizim dildə yoxdur. Yəni olduğu kimi qalır. 6-ya baxırıq. Hansı sözlər səhv yazılmışdır? Tüfəng, daha sonra tək, çörək, fələk. Baxın, tüfəng yox, tüfənnik. Fələk yox, fələk. Cavab olacaq 1, 4. Bu da B variantında bizə verilib. 7-də deyir, hansı sırada bütün sözlərdə k-yə əvəzləməsi olur? Külək küləyin, çiyələk çiyələyin. Oldu. Çörək çörəyin, şərik şəriyin olmur. Şərikin olur. Qalır yerində. Həlak həlakın, kəpənək kəpənəyin. Burada da həlak dəyişmədi, kəpənək dəyişdi. Elektrik elektrikin, köpük köpüyün. Burada da biri dəyişdi, biri yox. Hər ikisinin dəyişməsini istəyirsə, onda A variantı olmuş olacaq. 8-ə baxırıq. Verilmiş sözlərdə neçəsində k-yə əvəzlənməsi baş verir? Bilik biliyin. Baş verdi. Təbrik təbrikin. Baş vermədi. Pencək pencəyin. Baş vermədi. Daha doğrusu baş verdi. Bizdən nə istəyir? Baş verir. Aha. Bu da baş verdi. Üzr istəyirəm. Türk türkün. Baş vermədi. Əmək əməyin. Baş verdi. İpək ipəyin. Baş verdi. Çiçək çiçəyin. Baş verdi. Burada olacaq 5 dənə D variantı. 9-da deyir, verilmiş xüsusiyyətlərə uyğunsuz hansıdır? İsimdir və k-yə əvəzləməsi baş vermir. İsim olsun və baş verməsin. Çörəyin avtomatik baş verdi. Pətəyin baş verdi. Ləçəyin baş verdi. İdrayın olmur. İdrakın k olaraq qalır. Ona görə də olacaq D variantı. Onda deyir, nöqtələrin yerinə uyğun gələn hərflərin ardıcıllıqla verildiyi variant hansıdır? Ürək, aha, nöqtələrin yerinə ardıcıllıq. Ürək, çay. Bu da olacaq B variantı. Deməli, uşaqlar, çalışmalara başlayaq. Aha, çalışma bilə baxaq, uşaqlar. Sözlərə verilmiş şəkilçiləri artırıb yazın. Ürək, ürəyin. Ürəyin. Çiçək, çiçəyin. Çiçəyin. Bilik, biliyin. Biliyin. Dipçək, dipçəyin. Dipçəyin. Ürək, ürəkdə. Ürəkdə. Çiçək, çiçəkdə. Çiçəkdə. Bilik, bilikdə. Bilikdə. Dipçək, dipçəkdə. Bu formada olmuş olacaq. 2-də deyir, k-yə əvəzlənməsi baş verməyən sözləri işarələyin. Həlak, halakın, y baş vermədi. Tək, təkin, baş vermədi. Kəpənək, kəpənəyin, baş verdi. Verməyən sözlər istəyir. İndi bilməm. Hə, işarələyin deyir, işarələməyək bunu. Yelləncə, yelləncəyin, baş verdi. Çörək, çörəyin, mələk, mələyin, türk, türkün, külək, küləyin. Deməli, həlak, tək və türk sözlərində k-yə əvəzləməsi baş vermir. 3-də deyir, doğru yazılmış sözlərin qarşısında doğru, səhv yazılmış sözlərin qarşısında səhv işarəsi yazın. Bilikin, xeyr, biliyin olmalıydı. Ürəkdən, düzdür. Ördəyi, düzdür. Çiçəyin, düzdür. Əmlaya yox, əmlaka, səhvdir. Küləyin, düzdür. Körpüyə, düzdür. Pətəkə, pətəyə olmalıdır, səhvdir. Bu formada olmuş olacaq. 4-də verilmiş sözləri cümlələrdə uyğun yerlərə yerləşdirib k-yə əvəzləməsinə diqqət edin. Anam çörəyi dilimlədi. 2-də ətri evə bürümüşdü. Çiçəyin ətri. Çiçəyin ətri. Onun ürəyi çox narahat idi. Kəpənək qanadlarının üzəri toz kimi idi. Kəpənəyin
Kəpənəyin qanadlarının üzəri toz kimi idi. 5-də deyir, uyğunluğu müəyyən edin. Böyrək, saray, bir də may. Daha sonra, burada mən görmürəm, bir saniyə, silsəm amma hamısı silinəcək. Say, birlik və çəltik bu formada olmuş olacaq. Keçirik digər tapşırığa. 6-da isə bizə deyir ki, köyə əvəzləməsi baş verən sözlər, işlənmiş cümlələri seçin. Biz ənənəyə sadiq qalaraq qonşuya papaq atdıq. Üzürlü sayın. Biz ənənəyə sadiq qalaraq qonşuya papaq atdıq. Baxın, burada sonu k ilə bitən söz yoxdur. Ənənə sözün köküdür. Yaya burada şəkilçidir, ya bitişdiricidir. Qonşu da kökdür, yenə də eyni şəkildə, ona görə burada baş verən söz yoxdur. Yəni köyə əvəzləməsi. Anam atamın köynəyini ütüləyib şkafa qoydu. Bəli, köynək burada kökdür. İn şəkilçisi qoşub, ona görə olub nə? Əvəzlənmə. Köynəyin küləyin, üzürlü sayın köynəyin niyə? Küləyin sürəti saatda 10 kilometr idi. Külək kökdür, ona görə də burada əvəzlənmə baş verib. Bacım zooparkda dəvəyə yemək verdi. Dəvə kökdür, Aə burada şəkilçidir, deməli burada köyə əvəzlənməsi baş verməyib. 7-də verilmiş sözlərə saitlə başlayan şəkil çatdırıb yazın. Mən şifahi deyirəm. Əvəzlik əvəzliyə, yemək yeməyə, çəltik çəltiyə, kirpik kirpiyə, bilək biləyin bu formada olmuş olacaq. 8-də deyir ki, əvəzlənməsinə əsasən fərqli olan sözü işarələyin. Bilək biləyin, çiçək çiçəyin, idrak idrakın dəyişmir, inək inəyin. Lək ləkin, xoşbəxtlik xoşbəxtliyin, bəzək bəzəyin, örnək örnəyin, lək burada köyə əvəzləməsi baş vermir. 9-da verilmiş sözlərin ortaq xüsusiyyətlərini yazın. Çörək və bilik. Saitlə başlayan şəkilci qoşulduqda köyə əvəzləməsi baş verir. Tank və bank sözləri isə saitlə başlayan şəkilci qoşulduqda köyə əvəzləməsi baş vermir. Bu formada yaza bilərsiniz. Onda isə bizə deyir ki, verilmiş sözlərdən köyə əvəzləməsi baş verməyən sözləri seçin və cümlələrdə işlədin. Kəklik kəkliyin, böyük böyüyün, yerləncək yerləncəyin, əmlak əmlakın, tək təkin, türk türkün, külək küləyin, təbrik təbrikin. Deməli, əmlak, tək, türk və təbrik sözlərini özünüz cümlələrdə işlədib, kitabı olan burada yaza bilər. Deməli, uşaqlar, bugünlük izahımız bu qədər. Növbəti izahda isə qığı əvəzlənməsi, söz sonunda qığı əvəzlənməsinin yazılışı haqda danışmış olarıq. Bugünkü izahımız bu qədər. Videonu bəyəndinizsə və video sizə faydalı oldusa bəyənməyi, dostlarınızla bölüşməyi və kanala abunə olmağı unutmayın. Hələlik.